Salam hörmətli izləyicilər. İki sahildən bir uşaq, bir dünyanı izləyən hər kəsi xoş gördük. Hər bir uşaq təkcə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü deyil, 365 gün ərzində maraqlı, əyləncəli və xoşbəxt həyat sürməlidirlər. Hər birimiz il ərzində hər gün onlara sevgi, qayğı, diqqət bəxş eləməliyik. Onları narahat edən problemlər, ehtiyac duyduqları yardımlar, sağlamlıqları ilə maraqlanmalıyıq. Çünki uşaqlar bizim ən böyük ümid bəslədiyimiz və daha çox sevdiyimiz varlıqlardır. Uşaqların beynəlxalq müdafiəsi günü onların ən həssas və aktual problemlərinin dünyanın diqqətinə çəkilməsi üçün ən böyük fürsətlərdən biridir. Gənc nəslin hüquqlarının müdafiəsi, qorunması, möhkəmləndirilməsi hər zaman bütün dünya ölkələri üçün aktuallıq kəsb edir. Bu bayram günü uşaqların səsini tez-tez dinləmək, anlamaqla bərabər həm də onların müstəqil fikirləri, təhsili, sağlamlıqları, istirahət hüquqlarını bizlərə xatırlatmalıdır. Gözəl balalarımızın özəl və gözəl günündə bugün studiyamızın qonağı Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini hörmətli Jalə xanım Əliyevadır. Jalə xanım, xoş gördük. Təşəkkür edirəm. Xoş gördük. Jalə xanım, sizin bugün verilişdə iştirakçılığınız heç də təsadüfi deyil. Çünki sizin fəaliyyətiniz birbaşa bəşəriyyətimizin ən böyük dəyəri olan uşaqların sabahı üçündür. Ona görə elə mən birbaşa mövzuya suala keçid almaq istəyirəm. Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi, yaxşı təhsil alması, sağlam böyüməsi üçün dövlət tərəfindən gələcəkdə hansı yeni addımların atılması gözlənilir? Təşəkkür edirəm. Əvvəla bu çox əhəmiyyətli bir gündə efirə dəvət etdiyiniz üçün minnətdaram. Siz sağ olun, dəvətimizi qəbul etdiniz bu gündə. Minnətdaram və bu gün münasibəti ilə bütün dünya uşaqlarını ağından, sarısından, qarasından asılı olmadan, kimliyindən asılı olmadan və təbii ki, öz uşaqlarımızı, Azərbaycanlı balalarımızı təbrik edirəm hər birini. Və bütün uşaqlara, bütün dünya uşaqlarına birinci növbədə əminamanlıq, sabitlik, sülh, aydın səma, atalı, analı, xoşbəxt, qayğısız bir həyat arzulayıram. Amin. Və düşünürəm ki, bütün bu söylədiklərimiz, bu arzularımız, bu istəklərimiz Azərbaycan dövləti tərəfindən uşaqlarımızın gələcəyi naminə çox diqqətlə izlənilir və bu arzularımızın həyata keçməsi istiqamətində dövlət olaraq Azərbaycan dövləti, Azərbaycan dövlətinin rəhbəri bütün əhəmiyyətli addımları bugünə qədər atır və atacaqdır. Görünən budur. Azərbaycanda uşaq hüquqları çox yüksək bir səviyyədə qorunur. Azərbaycanda uşaq hüquqları, uşaqların hüquqları konstitusiyamızla qorunur. Azərbaycanda uşaq hüquqlarının təmini və inkişafı təkmilləşdirilməsi üçün durmadan qanunlar da təkmilləşdirilir, yeni əlavələr edilir, dəyişikliklər edilir. Və bu məsələ sadəcə dövlətimizin deyək ki, diqqətində deyil, prioritet bir məsələ deyil. Eyni zamanda Azərbaycanın ən böyük qeyri-hökumət təşkilatı olan, bugün sadəcə Azərbaycanda deyil, bütün dünyada öz humanist layihələri ilə önə çıxan, böyük bir nüfuz qazanan Heydər Əliyev Fondu, onun rəhbəri, ölkənin birinci xanımı, birinci vitse-prezidenti Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevanın rəhbərliyi ilə uşaqlarımızla bağlı bir-birindən dəyərli layihələr bugünə qədər hazırlanıb, xüsusilə yardıma ehtiyacı olan, köməyə ehtiyacı olan, çətin vəziyyətdə olan və bir daha sözümün əvvəlində qeyd etdiyim kimi sadəcə Azərbaycan uşaqları deyil, dünyanın hər hansı bir nöqtəsində bir uşağın deyək ki, bir problemi varsa, acdırsa, yoxsuldursa, mütləq Heydər Əliyev Fondu həmin uşaqların yanındadır, öz layihələri ilə, öz layihəkeşlikləri ilə. Yəni, dövlətimiz əlindən gələn bütün imkanları səfərbər edib və zaten uşaqlarımız 30 ildən artıq hüquqları tapdanmış bir şəkildə böyüdülər Qarabağ torpaqlarında. Bəli, bu böyük bir yaramız idi bizim və bütün dünya çox təəssüflər olsun ki, buna diqqətsiz qaldı, bunu görməməzlikdən gəldi. Yəni, Azərbaycan uşaqları 30 il müddətində evlərindən, doğma yurd yuvalarından uzaqda
çadırlarda, çadır şəhərciklərində doğuldular, böyüdülər, məktəbə getdilər. Xəstələnəndə də çadır şəhərciyindəki həkimə getdilər. Və mən belə deyim ki, Azərbaycanın ədalətini görmək istəmədi heç bir dünya ölkəsi. Və Azərbaycan ölkə prezidentimizin çox doğru söylədiyi kimi Birləşmiş Millətlər Təşkilatının qətnamələrini Azərbaycan tək başına yerinə yetirdi. Və bununla da dünyaya sübut etdi ki, biz haqqın, ədalətin yanındayıq. Biz öz haqqımızı, ədalətimizi kimsəyə vermədiyimiz kimi eyni zamanda bütün dünyaya da bu haqqı və ədaləti arzu edirik. Və bugün də dünyada, sadəcə Azərbaycanda deyil, dünyada həyata keçirdiyimiz siyasət əlbəttə ki, bu siyasətin bir əhəmiyyətli istiqaməti də gələcəkdir. Gələcək kimdir? Gələcək uşaqlarımızdır. Deməli ki, Azərbaycan dövləti hansı addımı atırsa, nə edirsə, hər hansı bir sahə, yəni bunu sadəcə belə deyim ki, uşaq və uşaq hüquqları ilə gəlin məhdudlaşdırmayaq. Ekologiyadan tutmuş sənayinin inkişafına, iqtisadiyyata qədər, ordu quruculuğu, təhsilin inkişafı, səhiyyənin inkişafı, hər biri gələcəyə yatırılan yatırımlardır, investisiyalardır. Və bunun da hər birinin arxasında bizim bugün böyüməkdə olan nəslimizin taleyi dayanır. Bu da nə deməkdir? Bu da o deməkdir ki, Azərbaycan dövləti hər bir evladının, hər bir uşağının yanındadır. Bəli. Zərə xanım, gələcəkdən danışmışkən, biz əgər bugün öz sabahımızı uşaqlara etibar ediriksə, onların düzgün tərbiyə olunması, gələcəkdə hansı ideyalara qulluq etməsi hər birimiz üçün maraqlı olmalıdır, ciddi şəkildə bizləri düşündürməlidir. Mən peşə seçiminə bir qədər diqqət çəkmək istəyirdim ki, uşaqların gələcəkdə peşə seçiminə köməklik etmək üçün məktəblərdə hansı yeniliklərin tətbiqi daha vacib ola bilər? Təbii ki, hər bir valideyn öz evladına ən yüksək, deyək ki, savadı vermək arzusundadır, istəyir. Ali məktəblərə qəbul olunmasını istəyir. Bu təbii ki, çox normal bir axardır. Amma belə deyək ki, eyni zamanda peşə təhsili də çox əhəmiyyətlidir. Yəni təəssüflər olsun ki, bir zamanlar bu peşə təhsili ilə bağlı sanki biraz biz arxada qaldıq. Peşə təhsilinə yönələn uşaqlarımızın sayı azaldı. Məsələn, bizim gənclik dövrümüzdə, yeniyetməlik zamanlarımızda xatırlayırıq ki, 8-ci sinifdən sonra bir sərbəstlik var idi. Yəni uşaq istəyərsə peşə təhsilinə yönələ bilirdi, hər hansı bir peşənin sahibi ola bilirdi və bugün dəyişən dünya düzəni onu göstərir ki, hər hansı bir mükəmməl bir peşənin mükəmməl bir şəkildə sahibi olmaq elə gələcəyin təmin olunması deməkdir. Yəni bilik və bacarığını bir uşaq sadəcə ali məktəbdə deyil, sadəcə ali təhsil alaraq deyil, eyni zamanda peşə təhsilinə də yönələrsə, düşünürəm ki, bundan həm özü, həm ailəsi, həm də ki, ölkə də qazanmış ola bilər. Yəni sənayenin, iqtisadiyyatın elə sahələri var ki, elə istehsal sahələri var ki, burada mütləq peşə təhsili çox vacibdir. Və əgər ona sən mükəmməl bir şəkildə yiyələnirsənsə, hətta belə deyim ki, sadə bir həyatımızdan götürək, sadə bir usta sənətindən tutmuş, deyək ki, sürücülük sənətindən tutmuş və sair, yəni xidmət sahələri, bütün bunlar çox vacib sahələrdir və bu sahələrdə böyüməkdə olan nəslimizin özünü, belə deyək ki, sınaması və bu sahələrə yönəlməsi ümumilikdə cəmiyyətin daha da inkişafında çox əhəmiyyətli rol oynaya bilər. Təbii ki, bizə ali təhsil çox vacibdir. Bizim gənclərimiz bugün dünyanın çox müxtəlif nüfuzlu universitetlərində təhsil alırlar. Ölkəmizin özündə çox nüfuzlu universitetlər, çox bacarıqlı, bilikli məzunlar yetişdirirlər, gənclər yetişdirirlər, gələcəyin, belə deyək ki, qurucularını yetişdirirlər. Amma eyni zamanda mənzərə onu göstərir. Uzaqdan, belə deyək ki, diqqətimizi çəkən amillərdən biri budur ki, peşə təhsilini də inkişaf etdirmək çox əhəmiyyətlidir ölkə üçün, hər hansı bir ölkə üçün və Azərbaycan. Zələ xanım, uşaq ailənin, xalqın, dövlətin ən böyük sərvətidir. Bizim gələcək sərvətimizin, dövlətin gələcəkdə yaxşı idarə olunması üçün dövlət tərəfindən hansı sahəyə daha çox investisiya ayrılmalıdır?
Bilirsiniz, bugün gələcəyinə etimad göstərdiyimiz və inandığımız bir nəsil yetişir. Və onlarla davamlı müzakirələr, onlarla davamlı görüşlərimiz həqiqətən də bizi sevindirir ki, çox ağıllı, çox zəkalı gənclərimiz var, yetişirlər. Və təbii ki, bir ölkənin də gələcəyi həmin gənclərdir. Və onların bugün biz bilirik ki, bugün bütün dünya texnika, texnologiya əsridir və bütün dünya bugün texnikanın, texnologiyanın ən inkişaf etmiş resurslarından istifadə edir və eyni zamanda Azərbaycanda artıq süni intellekt bilirik ki, ölkəmizdə tətbiq olunmağa başlayır. Və görünən odur ki, dünya inkişaf etdikcə artıq texnologiyalara daha yaxından bələd olan və onları idarə edə bilən insanlara, vətəndaşlara, gənclərə daha çox ehtiyac olacaqdır. Yəni o qədər böyük sürətlə, kosmik sürətlə bu sahə inkişaf edir ki, bəlkə də bu gün əlimizdə olan telefon 5 gündən sonra artıq öz aktuallığını itirir. Yəni biz bunu yaşayırıq hər birimiz. Bunun təbii ki, yaxşı və pis tərəfləri də var, amma bizdən fərqli olaraq deyək ki, artıq yetişmiş, oturmuş nəsildən fərqli olaraq bu nəsil özünü yeni yetişdirir və təbii ki, onların bu sahəyə yönəlməsi ölkənin gələcəyinin də daha belə bu sahədə təmin olunmuş şəkildə inkişafının əsasını yarada bilər. Düşünürəm ki, texnologiyalara sahib çıxmaq, texnoloji elmlərə sahib çıxmaq, eyni zamanda baxın, bu günlərdə Cənab Prezidentin başçılığı ilə kənd təsərrüfatı sahəsi ilə bağlı böyük bir müşavirə keçirildi. Yəni, bugün kənd təsərrüfatının dirçəldilməsi, inkişaf etdirilməsi çox əhəmiyyətlidir. Aqrar sahənin də inkişafı bir ölkənin gələcəyinin təmini üçün, strateji təmini üçün, ərzaq təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Bu sahəni də inkişaf etdirəcək gənclərimizə, beyinlərə çox böyük bir ehtiyacımız var. Yəni, ümumilikdə mən belə deyim ki, cəmiyyət həyatının hər hansı bir sahəsinin inkişaf etdirilməsi üçün təbii ki, yeni düşüncəyə, yeni beyinə ehtiyac var. Amma düşünürəm ki, bugün tam olaraq belə deyim ki, ümumiləşdirsək fikrimizi, daha çox bugün texnika, texnologiya, süni intellekt bu sahədə yeni söz deyə biləcək və öz ideyalarını, öz biliklərini sənayeyə tətbiq edə biləcək gənclərimizə ehtiyacı olacaq. Jalə xanım, mən daha çox sizin yeni düşüncəyə, yeni beyinlərə ehtiyacımız var fikrinizə. Jalə xanım, hal-hazırda ölkəmizdə uşaqlarla bağlı ən aktual problemlərdən biri təhsil problemidir. Ailələrlə təhsil sistemi arasında vahid bir hədəflər olmalıdır ki, bu hədəflər sanki hələ tam şəkildə müəyyənləşdirilə bilmir. Ailə və təhsil sistemi bir-birinin ehtiyaclarını duyan, hörmət edən, bir-birini tamamlayan komponentlər olmalıdır. Amma təəssüflər olsun ki, faktiki durum ürək açan deyil. Bununla bağlı mən istəyərdim fikirlərinizi alaq ki, yəni mövcud durum gələcəkdə uşaqlarımıza nə qazandıra bilər? Yeni o düşüncə baxımından təklifləriniz bəlkə ola bilər. Doğrudur. Məktəb, ailə birliyi, vəhdəti çox vacibdir. Və biz söylədiyiniz kimi, bugün belə deyək ki, məktəbin, müəllimin nüfuzunu sanki biraz ikinci plana çəkmişik. Təbii, yəni uşaq hüquqları çox vacibdir. Uşağın haqqının, hüququnun qorunması, uşağın təhlükəsizliyinin qorunması, bunlar vacib elementlərdir. Amma bir nöqtəyə qədər, yəni uşağın tərbiyə edilməsində müəllimin rolu əlbəttə ki, çox böyükdür və buna ailə də ehtiramla yanaşmalıdır. Yəni, burada sağlam müəllimdən gedir söhbət. Sağlam zehinli, sağlam əxlaqlı, sağlam, deyək ki, mənəviyyatlı müəllim kimdir? Müəllim öyrədəndir, yol göstərəndir. Türkiyə türkçəsində müəllimə öyrətmən deyirlər. Yəni, və müəllimin öyrətdiyi əlbəttə ki, bu bir doqma olaraq qəbul edilməlidir. Amma bəzən görürsən ki, ailələr
deyək ki, müəllimin hansısa addımından narazı qalırlar, hansısa tənbihindən narazı qalırlar. Amma bu tənbih əgər uşağın düzgün yola gətirilməsi üçünsə, əgər uşağa doğru olanı belə deyim ki, təlqin etmək üçünsə, əlbəttə ki, valideyn bu məsələdə məktəbin mütləq yanında olmalıdır. Və bir nüansı da unutmayaq ki, hər bir uşaq birinci növbədə ailəsinin evladıdır. Bir ailədə dünyaya gəlir. Bir atanın, bir ananın, bir genin daşıyıcısıdır. Və müəyyən yaşdan sonra artıq o uşaq ictimailəşir. Deyək ki, məktəbə qədər tədris müəssisəsinə gedir, ibtidai məktəbə gedir və s. və yaxud dostlar əldə edir və s. Yəni ictimailəşir bu uşaq. Amma o zamana qədər ailəsinin genini daşıyır, əxlaqını daşıyır, tərbiyəsini daşıyır. Və həmin ailə təbii ki, uşaq məktəbə gedəndən sonra bu sintezi yaratmağı və qorumağı bacarmalıdır, bu balansı. Müəllim, valideyn, bir daha deyirəm, birliyi, rabitəsi çox əhəmiyyətlidir. Yenə öz uşaqlıq dövrümüzü xatırlayacağam. Valideyn komitələri var idi. Bugün də, yəni bizim də ailəmizdə uşaqlar böyüyür. Mən görürəm ki, məktəblərdə deyək ki, hər sinifdə bir valideyn hansısa işlərə rəhbərlik edir. Amma bu daha çox belə deyim ki, kütləvi deməli tədbirlərlə bağlı deyək ki, məsələlər olur və s. Amma daha çox uşağın məsələn təlim tərbiyəsi ilə bağlı, konkret bu sinifdə oxuyan bu uşaq nəyə görə deyək ki, digər uşaqlardan geri qaldı, nəyə görə fərqli bir nizam ortaya qoyur, nəyə görə intizamsızlıq eləyir, bunun kökündə nə dayanır? Bax, bunu mütləq valideyn və məktəb birlikdə araşdırmalıdır. Məndən keçdi, özgəsinə dəydi prinsipi mənə elə gəlir ki, ümumi işin xeyrinə deyil və mütləq valideynlərimiz məktəblə daha yaxın, sıx bağ qurmalıdır. Yəni məktəbin həyətinə uşağı gətirdim, buraxdım çantası ilə, üzümü çevirdim, getdim. Yox. Bu deyil. Məktəbin də qayğıları var təbii ki. Məktəbin qayğıları ilə də yaxından məşğul olmaq lazımdır. Məktəbin qayğısı uşaqların qayğısıdır. Və bir belə deyim ki, vücud halında əgər davam edərsə, qurularsa bu münasibətlər, valideyn-məktəb münasibətləri, bundan təbii ki, həm ailələr qazanar, həm təhsilimiz qazanar və ümumilikdə cəmiyyətimiz qazanmış olar. Bəli, Jale xanım, əslində qeyd etdiyiniz o problemlərlə əlaqəli olaraq ağırlıq həm valideynin, məktəbin, şagirdin ümumilikdə bu üçbucağın üzərinə düşür. Çünki hər birisi bayaq qeyd etdiyim kimi məktəblə valideynlər bir-birini tamamlayan necə ki komponent olmalıdır. Onlar uşaqlara dirənişli və möhkəmliyi də öyrətməlidirlər. Eyni zamanda intellektual inkişaflarını təmin etməklə düşünməyi öyrətməlidirlər. Əxlaqi keyfiyyətlərinə diqqət yetirməlidirlər. Bayaq qeyd etdiyiniz məsələlərlə bağlı. İnşallah ki, bu istiqamətdə təbii sizin qeyd etdiyiniz kimi həm dövlət proqramları, həm qeyri-hökumət təşkilatlarının davamlı olaraq silsilə şəkildə layihələr davamlı şəkildə aparılır və bizim hər birimizin əlimizdən gələn qədər bacardığımız odur ki, gələcəyimiz olan uşaqların həm təhsil, həm sağlamlıq, digər istiqamətdə də olan bütün problemlərin aradan qaldırılması üçün çalışaq. Jale xanım, sonda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların gələcəyini daha yaxşı təmin etmək üçün cəmiyyətimizə, valideynlərə hansı çağırışlar etmək istəyərdiniz? Təşəkkür edirəm. Böyük türk şairi Nazım Hikmət deyir ki, dünyanı verək uşaqlara bir günlüyünə, oynatsınlar bir şar kimi. Rəsulullah deyir ki, mən istəyirəm güllər açılsın, güllələr açılmasın. Mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın. Biraz poetik bitiririk. Amma həqiqətən də hər uşaq bir poetikadır, hər uşaq bir şeirdir, hər uşaq bir gələcəkdir, artıq söylədik. Hər uşaq bir davamiyyətdir və hər bir uşağın qorunmağa ehtiyacı var. Sadəcə Azərbaycan cəmiyyətində deyil, bütün dünya cəmiyyətində. Verilişimizin başlanğıcında da bütün dünya uşaqlarından danışdıq. Bugün də bir daha buradan xitab edirik. Uşaqlarımızı qoruyaq. Uşaqlarımızı
dünyaya gətiririksə, onu dünyaya gətirməzdən əvvəl onun məsuliyyətini hiss edərək dünyaya gətirək. Bu bayram günündə təbii ki, ürək ağrıdan kövrək notlara toxunmaq istəməzdik, amma uşaq evlərində uşaqların olmağını da istəmirik, dövlətimiz də istəmir. Bunun üçün də proqramlar hazırlayır, layihələr hazırlayır. Hər bir uşağın atalı, analı böyüməsini istəyirik. Əgər bunu belə deyim ki, hər hansı bir səbəblə bu mümkün olmayıbsa, təbii ki, dövlət o uşağın yanındadır. Amma bilərəkdən uşağını gətirib dövlətə təhvil verən valideynləri mən anlaya bilmirəm, başa düşə bilmirəm. Uşağını gətirib qapının ağzında qoyub gedən qadını mən anlaya bilmirəm. Tamam, dünyaya gətirmirsən, baxa bilmirsənsə bunu əvvəlcədən düşünməliydin. Bu hesabatı özünə verməliydin. Çox-çox üzr istəyirəm. Bir anlıq, belə deyim ki, istəyə, sevgiyə görə, öz şəxsi istəyinə görə sən bir varlığı, bir ömür bədbəxtliyə düçar edə bilməzsən. Bax, bu ən böyük yaramızdır bugün bizim və düşünürəm ki, bunun ətrafında həqiqətən də hər bir dünya insanı və elə bizim Azərbaycan ailələrimiz də düşünməlidirlər. Evladlarını ilk növbədə qoruyacaq olan qala onun ailəsidir. Evladlarımızı qoruyaq, evladlarımızı sevək. Amma ərkünləşdirməyək. Tam bir vətəndaş kimi böyüdək. Onları, belə deyim ki, naz-nimətlə əhatə edib, əsas məqsədlərdən, əsas məramlardan uzaqlaşdırmayaq. Tam, yetkin, şuurlu, düşüncəli, savadlı, ədəbiyyat oxuyan, şeir oxuyan və ya boşuna mən bu şeirləri söyləmədim. Çünki ədəbiyyat bir mənəviyyatdır, ədəbiyyat bir varlıqdır. Mən bunları nəyə görə deyirəm? Çünki müşahidələrimiz onu göstərir ki, uşaqlarımız uzaqlaşırlar, təəssüflər olsun ki, bu işlərdən. Uşaqlarımız sadəcə və sadəcə əllərindəki o kiçik 10 santimetrlik texnologiya alətinə sarılıblar bugün. Çalışaq, valideynli, məktəbli, hamımız bir yerdə uşaqlarımızı pis alışqanlıqlardan kənarda saxlayaq, yenə də deyirəm, qoruyaq, dünyaya gətirmişiksə onları qucaqlayaq və gələcəyə, Azərbaycanın gələcəyi üçün, dünyanın gələcəyi üçün tam mənəviyyatlı evladlar yetişdirək. Arzum ondan ibarətdir. Jalə xanım, verilişin sonuna gəldik. Çox sağ olun ki, humanizmin, insanlığın, paklığın, bəşəriyyətin ən böyük dəyəri olan uşaqların bayram günündə bizimlə bərabər oldunuz. Sizə təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm bu gözəl verilişi yaratdığınıza görə və uğur arzulayıram, uzun ömür arzulayıram. Çox sağ olun Jalə xanım, minnətdaram sizə Jalə xanım. Belə əziz izləyicilər, bir daha xatırladım ki, studiyamızın qonağı hörmətli millət vəkili Jalə xanım Əliyeva idi. Millət vəkilinin də qeyd etdiyi kimi, bugün dünyanın hər yerində uşaq rəsmlərinin sərgiləri, bayram konsertləri, xeyriyyə tədbirləri, gənc nəslin problemlərinə yönəlik dəyirmi masalar keçirilir. Çünki hər birimiz kiçik insanların nə qədər böyük problemləri olduğunu bilməliyik və xatırlamalıyıq. Və yadda saxlamalıyıq ki, daha çox diqqətə və qayğıya ehtiyacı olan uşaqlardır. O ehtiyaclar ki, heç bir maddi təminatla ödənilmir, əvəz olunmur. Bu baxımdan valideynlər ilk növbədə özlərindən başlamalıdırlar və uşaqlarına nümunəvi valideyn olmalıdırlar. İlin bir neçə günü yox, 365 gün ərzində. Uşaqların beynəlxalq müdafiəsi günü ərzində fürsəti dəyərləndirib uşaqların gələcəyi naminə İctimai Birliyi adından mən də bütün uşaqları təbrik edirəm. Allahdan arzum odur ki, dünyamızı uşaqlar bəzəsin və dünyanı təkcə bugün deyil, hər gün uşaqlara verək. Uşaqlar bizim gələcəyimizdir fikirləri təkrar belə səslənsə, hər zaman aktual və mənalıdır. Çünki uşaqlar ailələrimizin səadəti, xalqımızın sabahı, ömrümüzün bəzəyidir. Ona görə hər zaman uşaqlarımızdan sevgimizi, diqqətimizi, qayğımızı əsirgəməyək. İrsin, soyadın, mədəni kimliyin davamçı mənbəyi olan uşaqlarımızı qoruyaq. Efir vaxtımız yekunlaşdığı üçün sizinlə sağollaşırıq. Allaha əmanət olun.